Hər kəsə salam. Pensiyadan nə xəbər kanalına xoş gəlmisiniz. Xəbər keçmədən əvvəl kanala abunə olub bildirimləri açın ki, yeni xəbər gələndə ilk siz xəbərdar olasınız. İndi isə keçək xəbərimizə. Azərbaycanda son illər sosial müdafiə tədbirlərinin genişləndirilməsi istiqamətində müxtəlif addımlar atılsa da, minimum pensiya alanlar, az təminatlı ailələr və əlilliyi olan şəxslər üçün ödənişlərin artırılması məsələsi hələ də aktuallığını qoruyur. Dövlət büdcəsinə əlavə gəlirlərin daxil olması və məvacib sistemində nəzərdə tutulan dəyişikliklər fonunda sosial əsas qrupların rifahını yaxşılaşdırması üçün yeni qərarlar verilə bilərmi? Mövzu ilə bağlı konkret azad danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, ölkədə az təminatlı sosial təbəqənin əmək haqqlarının, pensiyalarının və digər sosial ödənişlərin artırılması üçün iqtisadi imkanlar mövcuddur. Onun sözlərinə görə regionda baş verən hərbi qarşıdurmalar, Körfəz bölgəsindəki gərginlik və İran-ABŞ münasibətlərindəki qarşıdurma dünya bazarında neft qiymətlərinin yüksək səviyyədə qalmasına səbəb olub. Hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulan göstəricidən xeyli yüksəkdir. Bu isə həm neft gəlirlərinin, həm də dövlət neft fondunun daxil olmalarının, həm də ümumilikdə büdcə gəlirlərinin artmasına şərait yaradır. Proqnozlaşdırmayan əlavə gəlirlərin formalaşması, büdcəyə yenidən baxılması və sosial xərclərin artırılması imkanlarını genişləndirir. İqtisadçı hesab edir ki, ilin sonuna qədər minimum əmək haqqı və minimum pensiya ilə bağlı artımların şahidi olmaq mümkündür. Hazırki iqtisadi vəziyyət həm iri infrastruktur layihələrin həyata keçirilməsinə, həm də sosial xərclərin artırılmasına imkan verir. Bu baxımdan minimum əmək haqqı, minimum pensiya, sosial müavinətlər və digər sosial ödənişlərin artırılması üçün əlverişli şərait mövcuddur. Razi Abbasbəyli qeyd edib ki, qanunvericiliyə edilən dəyişikliklər dövlət büdcəsinə il ərzində yenidən baxılması imkanını da genişləndirib. Artıq qanunvericilikdə dövlət büdcəsinə ildə ən azı bir dəfə yenidən baxılması mexanizmi nəzərdə tutulur. Bu həm gəlir proqnozlarının, həm də xərclər üzrə maddələrin yenilənməsinə şərait yaradır. Belə dəyişikliklər çərçivəsində həm infrastruktur layihələrinin maliyyələşdirilməsi, həm də sosial xərclərin artırılması planlaşdırıla bilər. Azərbaycan hökumətinin bunun üçün kifayət qədər maliyyə imkanları var. Ekspert əlavə edib ki, gələcəkdə saatlıq əmək haqqı mexanizminin tətbiqi və vahid ştat cədvəlləri üzrə dəyişikliklər də əmək haqqı, pensiya və sosial yardım məbləğlərinin artırılmasına müsbət təsir göstərəcək. Daha çox belə videoların gəlməsi üçün kanala abunə olub bildirimləri açmayı unutmayın.